Salam, axşamınız xeyir olsun. Axşamdır və ürəyinizə şirin yatma düşüb. Alırsınız bir dənə stəkanı, qab bulaşdırmaq hər halda axşam istəmərsiniz. Ona görə bir dənə qabda tez baza şirniyyat hazırlayırıq. Yumurtanın üstünə fikir verməyin, biraz şeydir. Neysə, əvvəlcə yumurtanızı sındırırıq qabımızın içərisinə bir ədəd. Daha sonra üstünə biraz şəkər tozu əlavə edirik. Nə qədər şirin istəyirsinizsə o qədər də əlavə edə bilərsiniz. Mən biraz çox şirin istəyirəm. Bəsdir bu qədər. Sonra birinci bunları qarışdırırıq. Qarışdır. Bəsdir. Üzərinə biraz duru yağ. Mən hər şeyi gözə yara edirəm. 2 çay qaşığı. Bəsdir məncə. Neyse, bunu da qarışdır. Qarışdırdıqdan sonra üzərinə biraz qabartma tozu, hamısını tökmə heyifdir. 1-2 qaşıq da un tökürəm. Hələlik bu qədəsini qarışdırın baxın. Qarışdır. Bu kıvama gəldisə deməli hazırdır. Şimdi vilkanı çıxaraq ya da deyən. Bunu unuttum. Evdə belə bir şokolad var. Biraz da bundan tökəcəm üstünə. Qəşəng dadlıdır. İçində desə fındıq var. Baxın, içindən belə şeylər var. Biraz da bundan. İyi, çox oldu. Ya yaxşıdır. Neyse, bunu da karıştıralım. Video takip atıp yorum yazmayı unutmayın. Bir de abone olun. Eğer ne yazım ne yorum yazım diye fikirləşirsinizsə bu videonun saat neçədir görüntüsü onu yazın. Neyse, çox danışdım. Stəkanı sonra suyun içine koyuruq. Qapağı gözlə qapağı gətirim. Qapağı da gətirdim. Qapağını da bağlayırıq və pişməyini gözləyirik. Su qaynayacaq və içindeki pişəcək bunu. Görək necə alınır. Hamaratlığına baxın. Pişdi, hazırdır. Görək bunun dadı necə oldu. Deyəcəm. Əla da hazırlamağa dəyər. Gedim mən bunu çayda süzüm. 1 stəkan çay, 1 stəkan keks.